Avropa rayonunun Bulduq kəndində öz başınalıq gedir. Yaşıl ağacları çıxardıblar, 500'ə yaxın ağacı çıxardıblar və yerinə yonca tom əkirlər, yonca əkirlər. Hansı qanun icazə verir ki, yaşıl ağacları çıxartmalısan və bunun yerinə yonca əkməlisən. Avropa rayonunun Bulduq kəndidir. Bura Kür qırağı ərazinin yaşıl ağaclarını çıxardırlar, məhv edirlər. 600'ə yaxın ağacı çıxardıb vurublar bəndin döşünə və cavan ağaclar da yenə də gecə ilə məhv edirlər, kəsirlər. Yerinə darı tumu səpiblər. Keçən il may ayından Heydər Əliyevin ad günündən Ulu Öndər Heydər Əliyevin ad günündən bu ağaclar kəsilir, məhv edilir, soyqırım gedir burada. Cənab Prezident, sizdən xahiş edirik bu haqda bir tədbir görəsiniz.